Mən hərdən müəllimlərin xüsusilə bu YouTube-da olan çıxışlarını dinləyəndə mat qalıram. Niyə? Çünki müəllim özü etiraf edir ki, mən bu məsələni həll eləyə bilmirəm. Bu məsələni necə şagird həll eləsin? Siz təsəvvür edirsiniz? Müəllim deyir ki, mən bu məsələni həll eləyə bilmirəm. Sən müəllimsən. Bu proqram çərçivəsində olan bir məsələdir. Bir dənə də məsələ proqramdan kənarda yoxdur. 30 il ərzində mənə bir məsələ göstərməyiblər ki, bu proqramda yoxdur. Proqramda var. Düşünmək lazımdır. Müəllim bunu deyəndə və bunu belə bir, necə deyim, belə hisslərlə deyəndə ki, biz müəllimlər ki, Dövlət İmtahan Mərkəzinin qoy öz işçiləri bu imtahanları versin. İnandırım sizi, imtahan bitəndən sonra hamımız biz o kitabları götürürük və onların üzərində işləyirik. Vaxta da baxırıq ki, biz bunu bacarırıq, yoxsa yox. Onu biləsiniz.